daha böyük yaradıcılıq sevincləri isə arzu edək. Bu günlə bağlı xüsusi söhbətimiz olacaq, amma birazdan düşünürüm ki, əsl centlmen olaraq siz də hazırda studiyamıza təşrif buyuran bizim hörmətli sənətkarımızı biz də salamladıqda məmnun olacaqsınız. Hazırda səhərimizin efirində hörmətli bəstəkar, eyni zamanda dramaturq, Respublikanın əməkdar incəsənət xadimi Sevimli Rəhəngiz Qasımovadır. Xoş gördük, bayramımız mübarək. Sizin də bayramınız mübarək. Bir bayrama əli boş gəlməzlər. Bu yeni ildir. Yeni ildə hardasa elə bil ki, hesabat verməlisən. İndi mən də fikirləşdim ki, hesabat üçün yeni bir əsər göstərmək lazımdır. İndi də o qədər bəstəkar var ki, mən o yeni əsəri çalacağım. Cəmaat elə biləcək ki, mən yazmamışam, başqası yazıbdır, başqasının mahnısını ifa edirəm. Ona görə mən fikirləşdim ki, bəzi mənim mahnılarımı mənim təqdimat vəsiqəm kimi qəbul eləyibdirsə tamaşaçılar, dinləyicilər, mən elə köhnələrdən başlayayım və bu hesabatımı onları təsdiqləmək üçün bir daha sizə təqdim eləyim. Gəlin köhnə deməyək, bizim çox sevdiyimiz, qulağımızın artıq belə öyrəşdiyi, sevdiyi bir musiqi. Verib baş-başa görüşdüyor, gəlib üz-üzə görüşdü onlar. Verib baş-başa görüşdüyorlar, gəlib üz-üzə görüşdü onlar. Sustu dodaklar, oynadı qaşlar, odlu nəğməyə döndü baxışlar. Yarpaqlar, yarpaqlar, çiçəklər, çiçəklər, küləklər, küləklər oynadı, oynadı. Ana özün fikirlər, mən nə deyim ki sənə, deməyə utanıram, ürəyimi görsənə, deməyə utanıram, ürəyimi görsənə. Deyirik, gülürük, yaşayırıq biz, günlər bir-birini ötüb tələsir. Məni ilk görüşə yola salardın, yadıma düşəndə ürəyim əsir. Canımsan, qanımsan, isti ocağımsan, inan varlığımsan, anana. Canımsan, qanımsan, isti ocağımsan, inan varlığımsan, anana, anana. Bulutlardan önek gülüm, ömür bize teles deyir, icazə ver sizə gəlim, dedim yok yok xeyr xeyr. İncədi bellər, bal kimi dillər, gözlərdə sözlər yandırdı məni. Allah incədi bellər, bal kimi dillər, gözlərdə sözlər yandırdı məni. Teşekkür edirik. İcazə verin mən Rəhəngiz xanımı özünüzü qarşılayayım. Bir daha xoş gəlmişsiniz deyirik. Bayramınız mübarək olsun. Qoy bu Novruz sizə. Bir daha xoş gördük. Eyni zamanda yaradıcılığımıza yeni töhfələr gətirsin. Amma mənim üçün bir şey qaranlıq oldu ki, Buyurun. mən indi məclis məni tutub, ona görə mən bilmirəm, mən Gəncədəyim, yoxsa siz Bakıya gəlmişsiniz? Biz buradayıq Biz artıq qayıdıq Rəhəngiz xanım. Biz buradayıq və buradan bütün Gəncəliləri, bütün Azərbaycanın dörd bir tərəfində bizi seyr edən tamaşaçıları salamlayırıq.
Biz hal-hazırda canlı səhər proqramındayıq və qonağımız sevilən bəstəkarımız, sevilən eyni zamanda ifaçımız. Məncə büyük ifadan sonra sevginin səviyyəsi bir balaca enəcək. Səhər-səhər müğənnilər yazıqlar deyəndə ki, boğazım düzdür ölü, səsim düzdür ölü, inanmırdınız. İndi gördünüz ki, belə olur da. Elə deyil Rəngiz xanım. Biz nə qədər gedib mükəmməl hansısa o texniki vasitələrdən istifadə olunub hazırlanan bir şirniyyatı, bəzəkli bir tortu yesək, evdə anamızın bişirdiyi, heç bir bərbəzək vurmadığı, xəmirləri yumurlayıb sobaya atdığı bişirdiyi şirniyyatın tadı ləzzəti Umac ərişdə, ərişdə umac. Bəli, biz o şirniyyatı yedik bu səhər. Çox sağ olun, var olasınız. Biz həqiqətən də zövq aldıq, minnətdarıq. Arif müəllimlə biraz əvvəl biz söhbətimizi etdikdə, onu rəssamlar günü münasibəti ilə təbrik etdik. Bugün və bir neçə gün ərzində... Sonra Arif müəllimin ürəyində xalq alır, elə bilər ki, mən rəssamlara münasibətim belə soyuqdur. Qətiyyən yox. Mən də təbrik edirəm bütün rəssamları və fikirləşirəm ki, yəni bunlardan kimsə, heç olmasa karikaturamı çəkər də mənim axıra kimi. Yox, yaxşı portret çəkər. Karikatura da çəkə bilirlər, amma yaxşı portret də çəkə bilirlər. Rəngiz xanım, həmişə olduğu kimi öz incə yumoru ilə və zarafatı ilə bizim proqramımıza xüsusi zinət gətirdi. Bağışlayın, əgər mane oldumsa. Qətiyyən bu belə deyil, əksinə. Xoş, pozitiv enerji bizə ötürdünüz, təşəkkürümüzü bildiririk. Bayramı necə keçirdiniz Rəngiz xanım? Bilirsiniz, çox işgüzar bir vəziyyətdə. Ona görə ki, demək olar, mən dünənləri bir rəfiqəmə zəng eləmişəm. Deyirəm, sən bizə bu təcili yardımla bu yanğın söndürən briqada göndərməmisən ki, deyir ki, açdı случилось. Deyirəm ki, necə yəni, tüstü çıxırdı da bizim pəncərələrdən. Deyirəm, çünki telefonlar da tüstülənirdi, mənim də təpəmdən tüstü çıxırdı. Hamıya təşəkkür edirəm, sağ olsunlar, məni unutmurlar. Amma mənə imkan vermədilər ki, mən də unutmadıqlarımı zəng eləyim, onları da təbrik eləyim. Ona görə indi buradan vasitədən istifadə eləyirəm. Nə olar, bayramdır. Ha vaxt bir-birimizi təbrik elədiksə, deməli bayramdır. Təbrik eləyirəm, hamınıza uzun ömür, can sağlığı. Bəli, gəlin təkcə əlamətlər günləri elə gözləməyin, qarşılamayaq, hər gün özümüz üçün bayram edək. Bu mümkündür və bizim ətrafımızda olan insanlara xoş münasibətimizi gizlətmək, əsirgəmək, necə ki bizim hörmətli qonaqlarımız, həmsöhbətlərimiz bunu edirlər. Hər zaman qarşımızdakı, ətrafımızdakı sevdiyimiz insanları sevindirməyi bacarmalıyıq. Necə ki, Rəngiz xanım bugün studiyamıza əliboş gəlmədi, bayram payı gətirdi. Doğrudur, bayram payı deyəndə Emil Boxçu axtardı əlinizdə. Sonra başa düşdü ki, bu musiqi ifası olacaq. Boxçalar müxtəlifdir. Şəkər bura, paxlava bəlkə gözdədir. Bayram sovqatı kamera arxasında, Mərtəvan. Bəli, həmçinin Arif müəllim bizə bu dəyərli əsərlərin təsvirlərini gətirdi. Həqiqətən də studiyamızda yenidən bir bayram ovqatı, əhval-ruhiyyəsi yaşamağa başladı. Elədir, maraqlı kataloq və buklet haqqında bir söhbət açıldı. Rəngiz xanım, icazə verin söhbətimizin davamında bununla bağlı... Yönətəriyən, siz məndən icazə istəyirsiniz. Mən bir centilmen olaraq bunu etməliydim. Bəli, elə Arif müəllimlə biz biraz əvvəl haqqında söhbət açdığımız rəssamlar günü ilə bağlı son məlumatları eşidək. Bir neçə gün ərzində davam edəcək bugün. Həqiqətən də elə günlər, bayramlar var ki, onları bir deyil, iki deyil, bir neçə gün ərzində... Ümumiyyətlə, bilirsiniz, hamısının günü vardı. Nəqliyyat işçiləri, ədliyyə işçiləri, hamısı çox... Niyə yox idi rəssamların günü? Rəssamlar, biz də rəyasət heyətində fikirləşdik ki, biz də bu ziyalıların bir zümrəsiyik, insanlara biz... Arif müəllim, indi mən bilmirəm, mən yaşca sizdən böyüyəm, ya nədirsə, nəysə, indi xınanın hesabına bir balaca sizdən cavan görsənirəm. Amma yenə də, yaradıcı insan üçün nə vaxt ki, o yaratdı və əsərini kiməsə təqdim elədi, o gün doğrudan ən möhtəşəm bayram odur. Ona görə yad elədilər, sizin üçün gün ayırdılar, bu çox gözəldir. Çox möhtəşəm bir hadisədir və mən arzulayıram ki, bütün yaradıcı insanlar həmin o günlərinə əliboş gəlməsinlər. Biz də onu fikirləşdik. Ümumiyyətlə, bu rəssam cəmiyyət problemi var bizdə. Yəni, biz cəmiyyətə çıxmalıyıq, cəmiyyətə çıxmalıyıq. Bütün insanlar bizi tanımalıdırlar, rəsmləri görməlidirlər, evlərdə asılmalıdır. Bilirsiniz, bu emalatxanadan əsərlər çıxmalıdır insanlara. Bax, bu əsas bizim bu qayəmiz odur. Rəssam öz işinin bayramı da var, işi qutaran kimi siz deyən ki, onun ən böyük ləzzəti odur, işi qutarırsan, hədiyyə və ya sərgiyə qoyursan. Ancaq biz belə qərara gəldik, biz cəmiyyətdən qıraqda deyilik. Rəssam da cəmiyyətin bir zümrəsidir, yaradıcıdır. Ona görə biz elə fikirləşdik, hər il, özdə martın 23-25-i. Niyə məhz bu tarix? Ona görə ümumiyyətlə fikirləşdik ki, 10 gün bayramdır, həmişə ya 7 gün olur, ya 10 gün. Amma malı mala qatmazdılar, mən sizin yeriniz olsun, başqa günü var. Bizim bahardır, biz cəmaat, rəssamlar təbiətə çox çıxandır. Biz də fikirləşdik ki,
çox maraqlı proqramlar var. Biz də həmin o 10 günün içində 2 gün rəssamla ayıraq. İndi biz bu gün saat 1-də İçəri şəhərdə Əzimzadə bağında uşaqlarla, böyüklərlə, rəssamla hamımız yığışırıq. Sonra bu uşaqlara hədiyyə olacaq. Xırda qalereyalara, onlara mini qalereyalar yaradacaq uşaq evlərində. Sonra auksion olacaq, o xəstə uşaqlara əsərlər satılıb, vəsait keçəcək. Sonra bizim Sultan Məhəmməd adına böyük beynəlxalq mükafatımız var. Onun sərgisi olacaq. Yəni proqramlar çoxdur. Bax bu bizim emblemamızdır. Bizim həmişə bunu görən kimi rəssam günü olacaq. Mən hesab edirəm ki, təsviri sənət həvəskarları Rəngiz xanım da onun içində, çünki sərgilərdə mən çox dəvət edirəm, görüşürəm. Yəni təsvir sənət əsərdə hərdən bir indi bilirsiniz. Mən arzulayıram ki, sizin əsərlərinizə necə ki Qobustanda ilk rəssamların rəsmləri həkk olunubdur, neçə qərinələr keçib üstündən cəmaat ora axır, gəlir, baxır. Sizin də əsərləriniz çox ömürlü olsun və çox baxımlı olsun, ona da gəlib tamaşa eləyənlər desinlər ki, görün kimlər yaradıbdır bunları. Azərbaycanın tarixini kimlər yazıb? Bilirsiniz, Azərbaycan təsvir sənət məktəbi çox güclüdür. Bilirsiniz, əvvəldən indi də maşallah bizim gənc rəssamlarımız var, bizim öz potensialımız çox böyükdür. İndi o potensialı biz bölüşməliyik ictimaiyyətlə. Görülməlidir. Bilirsiniz, aktyor, oxuyan, biraz başqa zırların fikri. Bizim rəssamlarımız bu işi gətirməlidir, göstərməlidir. Qəbul olundu. Son nəticə olaraq tamaşaçıya təqdim olunur. Ona görə mən fürsətdən istifadə edirəm. Bütün təsvir sənət həvəskarlarını, ümumiyyətlə cəmiyyətin üzvlərini bu 2 gündə İçəri şəhərdə gəlsinlər, görüşsünlər, rəssamlarla təmasda olsunlar, kitablar bağışlanacaq, rəsmlər olacaq, karikatura çəkiləcək. Mən hazır, öz də incimirəm, xəsiyyətim elədir ki, incimirəcəm. Amma burada mən gizli bir reklam cizgilərini hiss elədim. Çünki bu ki, axın başlanacaq, hamı başlayacaq şəkil çəkməyə, rəsmlərlə zadla məşğul olmağa. Deməli, fırça, boya, problem yaranacaq, çatdırmayacaqlar bunu. Biz özümüz verəcəyik. Biz ayırmışıq bu vəsait, uşaqlara da verəcəyik. Arif mən, bəs öyrənmək istəyənlər, həvəskarlar? Cürbəcündü qalereyalar var, məktəblər var. Yox, məhz həmin o mərasimə qatıla bilərmi? Hamısı, tələbələr olur, uşaqlar, kiçik uşaqlar, hamısı. Biz artıq bu cəmiyyətə çıxmalıyıq. Öz kataloqlar yığılıb qalıb əməlatxanalarda, rəsmlər hədiyyə eləyəcək. Təbii ki, Arif mən, biz də tamaşaçılara buradan tövsiyə edərdik ki, dünyanın müxtəlif ölkələrindən gətirilmiş, xüsusi baskılarla hazırlanan hansısa rəsmləri, şəkilləri evinizin hansısa sizin üçün dəyərli olan bir məkanın bəzəyinə çevirməkdənsə, o təsvirdə olan personajları tanıdıq, tanımadıq, dəyərli və ya dəyərsiz olduğunu bilmədən əzizləyib saxlamaqdansa bizə doğma olan əl əməyi, göz nuru işlənən bu əsərlərə gəlin, qiymət verək, həmin əsərləri evimizin, yaşadığımız məkanın baş ucunda saxlayaq ki, bizdən sonraki nəsillər də heç olmasa həmin rəsmin hər hansı bir personajından, orada təsvir olunan bir görüntüdən nəysə görüb, götürüb özü üçün əxs etsin. Mən bu rəssamların xeyrinə bir söz demək istəyirəm. Bugün onların xeyrinə danışırıq. Nə istəyirsiniz deyin? Bugün bizim Bakıda çox böyük evlər tikilir, yaşayış evləri tikilir. Mən hərdən fikirləşirəm ki, bizim rəssamlar çox azdır. Yəni, hər rəssamdan bir dənə əsər alsalar, yenə çatmaz, rəssamlar təzdən başlayarlar işləmək. Siz nədən danışırsınız? Çoxsunun o böyük mənzillərində heç ata-babasının şəkilləri yoxdur. Biz bir təklif kimi edirik ki, bunlar alınsın və bütün həvəskarları, cəmiyyətin üzvlərini mən dəvət edirəm. Təşəkkür edirik. Gəlin rəsmlərimizi də, rəssamlarımıza da dəyər verək, rəsmlərimizi sevək. Çünki həmin rəsmlərdə bizim milli mənəvi dəyərlərimiz, bizim bütün qiymətli hesab etdiyimiz hər nə varsa təsvir olunmaqla yanaşı yaşadılır. Minnətdarıq sizə Arif müəllim. Ürəkdən təbrik edirik. Yaradıcılıq uğurları arzulayırıq sizə. Daha böyük yaradıcılıq sevinçləri. Biz getdik bayrama. Yox, fırçanı bərk saxlayın əlinizdə. Sizi bayrama yola salırıq. Rəngiz xanım hələ ki buradadır. Və hal-hazırda istəyirik ki, sizinlə birlikdə istəyirik ki, sözü musiqiyə verək. Bizim studiyamızda musiqi töhfəsi ilə təşrif buyuran qonağımız var, qonaqlarımız daha doğrusu var. Respublikanın xalq artisti Mələk xanım Əyubova bir qədər əvvəl gözəl ifasını təqdim etdi. Yenə də biz istərdik ki, sözü musiqiyə verək. Buyurun. Thank you.
erenlerimin yaşasın. Dünya merler dünyasıdır, erenlerimin yaşasın. Sinesini tufanlara gerenlerimin yaşasın. Sinesini tufanlara gerenlerimin yaşasın. Ne güzeldir dağ dururu, bulak kimi gözler durur. Ne güzeldir dağ gururu, bulak kimi gözler durur. İnsanlara hayat durur, verenlerimin yaşasın. İnsanlara hayat durur, verenlerimin yaşasın. Öz adı var el yanında, yaxşının da yamanında. Öz adı var el yanında, yaxşının da yamanında. Hər bir kəsin öz donunda görənlərimin yaşasın. Hər bir kəsi öz donunda görənlərimin yaşasın. Hər bir kəsi öz donunda görənlərimin yaşasın. El tanınar çöreğiyle, torpaq gülər çiçeğiyle. El tanınar çöreğiyle, torpaq gülür çiçeğiyle. Ne bizi xalqın ürəyilə, vuranlarımın yaşasın. Ne bizi xalqın ürəyilə, vuranlarımın yaşasın. Könül gülər beşiyində, öz evində eşiyində. Könül gülər beşiyində, öz evində eşiyində. Həqiqətin keşiyində duranlarımın yaşasın. Həqiqətin keşiyində duranlarımın yaşasın. Öz adı var el yanında, yaxşının da yamanında. Öz adı var el yanında, yaxşının da yamanında. Hər bir kəsin öz donunda görənlərimin yaşasın. Hər bir kəsi öz donunda görənlərimin yaşasın. Hər bir kəsi öz donunda görənlərimin yaşasın. Hər bir kəsi öz donunda görənlərimin yaşasın.
Bayramınız mübarək olsun, əziz tamaşaçılar. Bayramınız Proqramımız davam edir. Yenə də xoş ovqatda, müsbət emosiyalarla, gözəl düşüncələrlə davam edirik. Əlbəttə ki, günümüzə gözəl bir başlanğıc verməliyik ki, sonuna qədər də bu əhval-ruhiyyədə davam edək. Bayram günləridir. Ola bilər ki, bir qədər sonra, bizdən sonra ilk qonağınız təbii ki, evlərinizdə Azərbaycan televiziyası və səhər proqramıdır. Daha sonra qonağınız gələ bilər. Qonağa gülər üzlə qarşılamaq, gözəl bir süfrə açmaq təbii ki, hər birimizin borcu və eyni zamanda sevərək gördüyümüz işdir. Rəngiz xanım bir qədər əvvəl qeyd elədi ki, telefon zəngləri, bayram günlərindəki gərginlik və istər-istəməz... Xoş məramlı gərginlik. Bəli, xoş. İstər-istəməz biz uşaqlıqda qeyd etdiyimiz o bayramın müəyyən adət-ənənələrindən, işin çoxluğundan mı, qonaqlarımızın gəlib getməyindən mi uzaqlaşırıq? Uşaq vaxtı bayramı Rəngiz xanım necə keçirib? Tonqaldan atılmaq, qulaq falı, torba atmışıq, papaq atmışıq. Mən qulaq falına çıxa bilməmişəm ta müharibə 1945-ci ildə İkinci Cahan müharibəsi tamamlanmamış, qutarmamış. Çünki valideynlərim, atam hərbidə idi, cəbhədə idi. Anam isə 3 növbə işləyirdi, müəllimi idi. Birinci növbədə, ikinci növbədə və axşam məktəbində, gecə məktəbində dərs deyirdi. Ona görə evə gələndə mən qıfıl altında evdə qapalı. Ona görə bəlkə də bizim qapının ağzına gəlirdilər qulaq falına filan. Amma sonradan, müharibə qutarandan sonra yaxşı yadımdadır. Düzdür, genə də həmin o bayram xonçasını çalışırdıq, yaradırdı anam, nənələrim filan. Olurdu, süfrə bəzənirdi. Və nə gözəl ki, o adətimizi onlar yaşadırlar. Səməni də göyərdilirdi və anam mənim çox gözəl bu şüşəyə vəzəri toxumunu çəkirdi, onu göyərdirdi, şamlar filanlar. Bunlar əlbəttə ki, həkk olunubdur beynimdə. Amma bir dənə şey məni indiyənə qədər yandırır. Mən çox xahiş eləyirəm, bəlkə bu indi bizə tamaşa eləyənlərin, dinləyicilərin arasında kimsə var ki, o hadisə yadındadır. Biz tamam başqa evə köçəndən sonra həyət evi idi, 7 nəfər qonşular yaşayırdı orada. Müxtəlif millətdir, Gürcü, Cud, Alman, Rus, 2 ailə də Azərbaycanlı ailəsi idi. Bu bayram ərəfəsində, çərşənbə axşamlarında bu papaq atırdılar astanaya, qapıya. Deməli, bir-iki dəfə papaq gəldi, içinə nə var evdə, çərəz, mərəz hamısını tökürdük. Anamla mən gedirdik, papaq gəlirdi, gənə doldururduq, gedirdik. Sonra mən fikir verdim ki, bir papaq bir neçə dəfədir gəlir. Eyni papaq. Eyni papaqdır, ha. Anama dedim, hər şey ucu tamam qutarır da, bunlar dəfələrlə gələcəklər, qaydacaqlar. Ehtiyatlar tükənir. Nağaraq, deyə, qızım, qaytarmazlar, olmaz. Heç olmasa içinə piçenidən, suxaridən gənə nəsə bir şey atarıq. Bir də qapıda öyrəndi, gördüm gənə həmin papaq, amma tənhadır. Götürdüm o papağı. Saldım içəriyə, öz papağımı qoydum ora, onun yerinə. Dedim, bu qədər mənə papaq göndəribsiniz, biz doldurmuşuq. İndi mənim papağımın içinə bir şey göndər. And olsun Allaha, o papaq getdi. Papaq da əldə toxunmuş papaq idi. Papaq da getirir Rəngiz xanım, bayram qırmızı papaq idi, belə ağ çiçəklərlə, zarla. İndi o papağı gətirin, qaytarın deyin. Mən xahiş edirəm, bax, sizin o papağınızı mən qoruyub saxlamışam. Gələn Novruzda onu nümayiş etdirəcəm. Amma mənim papağımı, nə olar, hər şey malını, yiyəsini tapmalıdır da. Qaytarın, nə olar, ürəyimdə payı olacaq, mükafat olacaq, papağı təqdim edəcək. İndi ona baxarıq, görək papaq nə vəziyyətdə qayıdır. Qaytaran soydaşımız, əlbəttə ki, papağı boş qaytarmaq olmaz. Siz də Novruz sovqatından nə bacarsanız qulpunuzdan çıxan deyirlər. Papağın içinə qoyun, lütfən xahiş edirik. Rəngiz xanımın papağını, qırmızı toxunma papağını geri qaytarın, peşmançılıq olmasın, bəli. Həqiqətən də gözəl bir xatirə idi. Gözəl deyil, çox acınacaqlı bir xatirədir. Nədən uşağın ürəyinə belə yara vurmaq olmaz. Amma hal-hazırda kimsə evində oturub baxın, belə bir sevilən insanın papağı mənim evimdədir deyib, həqiqətən də bunu raritet şəkildə sevinirlər, saxlayırlar, bəli. Və Rəngiz xanım da bizimlə, tamaşaçılarla bu maraqlı və özünə xas, məxsus tərzdə əhvalatla bölüşdüyünə görə biz tamaşaçılar da adına sizə təşəkkür edirik Rəngiz xanım. Nə olar, təşəkkürdən başqa hərdən bir siz bir mükafat zad da təciz eləyin də. Rəngiz xanım, bizim əlimizdən o gəlir, nə edək? Gözəl bir xonçamız var, səmənimiz var, şirniyyatlarımız var. Gedəndə apara bilərəm. Qurbandır sizə, sizin olsun. Axı bir qanun var, 7 var apardı, yoxdur. Biz Rəngiz xanım söhbətimizdə davam edəcək, amma hazırda istərdik ki bir söhbət edək, daha sonra musiqiyə biz söz verərik. Dəyişiklik baş verir, biz söhbətimizi davam edirik.
Daha sonra bir musiqi təqdim olunacaq. Rühəngiz xanım, bilirik ki, siz çox gərgin qrafikdə çalışırsınız. Biraz əvvəl, öyle bir neçə dəqiqə deyək bundan əvvəl ifalarınızı bizə təqdim etdiniz. Həmişə gəlirsiniz bizim studiyamıza. Amma dediniz ki, yeni ifa təqdim etməyəcəm. Amma bilirik ki, bu sahədə işləriniz davam edir. Biz fürsətdən istifadə İşlər davam edir, amma başqa sahədə. Mənim deməli, nəvələrimin sayı bir də artdı. Artıq mən 5 oğlan nənəsiyəm. Deməli, qızımda futbol komandası var. Onun son körpəsi dekabr ayında dünyaya gəldi. Adı da Osman Paşadır. Onların soyadı Paşadır. Adını da Osman qoydular. İndi ayağı düşərli olsun. Nənənin başı qarışıq idi Osmana. İndi isə Osman icazə versə, Osman uzaqda yaşayır. O yazığın mənə dəxli yoxdur. Yəni uzaqda. Amma mən oradaydım, uzun müddət oradaydım. Hər şeydən ayrılmışdım, aralanmışdım. Və əlbəttə ki, mən bircə şey xahiş edirəm Allahımdan dua eləyəndə, yalvarıram ki, mənim zehnimi əlimdən almasın, beynimə toxunmasın. Mən axır dəqiqəmə qədər başa düşüm, anlayım ki, mən nə üçün yaşayıram və kimin üçün yaşayıram. Bu mənim üçün çox önəmlidir. Mən heç nə yarada bilməsəm də, mənə elə gəlir ki, artıq yaratdıqlarım da mənə imkan verə bilər ki, asuda dolanım, yaşayım. Amma bu mümkün olan şey deyil, çünki işləyir beyin. Nəyəsə məni sövq edir və mən yaxın gələcəkdə sizinlə başqa səhnələrdə görüşməyə ümidlə baxıram və inanıram ki, mən bunu edə bilərəm. Biz də buna inanırıq və o gün təbii ki, yaradıcı insan üçün deyirlər, yaradıcılıq üçün daha doğrusu son dayanacaq yoxdur. Heç bir məhdudiyyət yoxdur. Rəngiz xanım da bu dayanacaqdan, yəni yaradıcılığının bu mərhələsində növbəti dayanacağa deyə bilərik ki, ilham pərilərini həmin o körpədən aldı, digər onu həvəsləndirə biləcək, bütün o enerjini toplayıb növbəti dayanacağa doğru addımlayır. Bu Arzular Tramvayı əsəri var idi. Amma son dayanacaq əsəri yox idi. Onu da mən yaratmağa çalışaram. İdeyanı da burada. Biz də onu yazacağıq. İndi qeyd eləyirlər də. Mütləq, ideya bəllidir. Rəngiz xanım, çox sağ olun. Var olasınız ki, bu bayram səhərində həm bizim, həm tamaşaçıların ovqatına təbii ki, müsbət təsir göstərə biləcək gözəl xatirələrinizi, fikirlərinizi bizimlə paylaşdınız. Qaldı ki, papaq məsələsinə. İnanın ki, bizim proqramımızı Azərbaycanda... Papaq mənə çatan kimi mən sizin verişi o papağı taxıb gələcəm. Biz sizi səbəsizliklə gözləyirik proqramımızı dünyanın dörd bir tərəfində yaşayan Azərbaycanlılar, soydaşlarımız seyr edirlər. Əminik ki, hal-hazırda biz sizin səsinizi dünyanın hər tərəfinə duyura bildik. Sizi eşitdilər və yaxın müddətdə biz sizi proqramımıza həmin papaqla qarşılayacaq. Yenidən görüşənək deyirik Rühəngiz xanım, çox sağ olun. Tamaşaçılarla, amma biz hələ ki sağollaşmırıq yaxın müddət ərzində. Hələ biz çalışacaq imkandan və vaxtdan, fürsətdən istifadə edib, yenə də səhərimizi sizinlə keçirək. Və hal-hazırda isə proqramımızda gözəl bir rəqs sizə təqdim olunacaq. Biz sizinlə sağollaşmırıq, qeyd etdiyimiz kimi saatlarınız 11 tamamı göstərənə qədər evlərinizin qonaqıyıq.